cür boyat və soyuqda saxlanmış yeməklər qida zəhərlənməsinin əsas səbəblərindən biridir. Ona görə də həkimlər bayramdan qalan yeməkləri, xüsusən də toyuq, balıq, salat, göbələk kimi məhsullardan istifadə etməməyi tövsiyə edirlər. Hazırladığımız qidalar, salatlar və ya şirniyyatlar bəzən israf olmasın deyə soyuducuda saxlayır, istədiyimiz vaxt istehlak edirik. Mütəxəssislər isə hesab edirlər ki, dəfələrlə qızdırılıb boyat şəkildə yeyilən yeməklər orqanizmdə bir sıra fəsadlara səbəb ola bilər. Ümumiyyətlə, hazırlanan qidalar yaxşı olar ki, masada 2 saatdan çox qalmasın. Xüsusilə toyuq, balıq, tərkibində yumurta olan qidalar, göbələk kimi qidaları qeyd etmək istəyirəm. Bu qidalar növbəti günlərdə təkrar işidilib istifadə edildiyi zaman orqanizmdə ciddi problemlər yarada bilər, belə ki, zəhərlənmələrə gətirib çıxara bilər. Uzun müddət masada qalan qidalar mikroorqanizmlərin inkişafı üçün xoş mühit yaradır ki, bu da arzu olunan deyil. Yaxşı olar ki, qidaları yeyəcəyimiz qədər hazırlayaq və növbəti günlər artıq yeni qidalar istifadə edək. Əvvəlki günlərdən qalan xörəklərdən istifadə istehlakçılar üçün çox vaxt əlverişli ola bilər. Ancaq bəzi qida növləri yenidən qızdırıldıqda insan sağlamlığı üçün təhlükə yaradır. Xüsusilə də saxlanma şəraiti düzgün olmayanda xörəklərin qalıqları bir çox mikroorqanizmlərin inkişafı üçün əlverişli mühitə çevrilir. Əgər bişmiş ət, qovurma, toyuq, balıq bu kimi qidalardırsa, bunlar soyuducuda saxlanıldıqda 0-4 arası dərəcədə saxlanıldıqda 2-3 gün ərzində istifadə oluna bilər. Lakin otaq temperaturunda saxlanıldıqda 3-4 saatdan sonra istifadəsi məsləhət deyil. Bayramda istifadə etdiyimiz qidaları isə 2-3 gün ərzində soyuducuda saxlamaq şərti ilə istifadə etmək olar. Əgər qidanın qoxusu, rəngi dəyişibsə, turş dad verirsə, üzərində silik və köpük varsa, o qidanı istifadə etmək olmaz. Boyat çayın ziyanı var, çünki dəmlənmiş köhnə çay bütün faydalı xüsusiyyətlərini itirir. Dəmləndikdən sonra uzun müddət saxlanılan çayın tərkibində bakteriya və göbələklər inkişaf edir. Bu da mədə turşuluğunun dəyişməsinə və ürək problemlərinə səbəb olur. Mütəxəssislər həm sağlamlıq məqsədi ilə, həm də israfçılığın qarşısını almaq üçün bütün məhsullardan qədərində istifadə etməyə məsləhət görürlər. Gülnar Elqar qızı, Zaur Həşimov, Telesəhər.